Salam hörmətli izləyicilərim. Bugün sizə yay koftalarına, yay jiletlərinə gedən bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun toxunması da çox asandır. Burada 20 ilmək yığacağım milimin üstünə. İkisini göstərəcəm, iki naxışı. Buradan belə. Burada 4 ilmək bu tərəfdədir, 4 ilmək də bu tərəfdə. 8 ilmək, 10, 12, 14, 15. 15 ilmək yığacağım milimə. Qısa formada sapımdakı 100 qramlıq 250 metrəlik sapdır. Bunun üçün belə bir sapımı götürürəm. Milimin üstə bir 20 ilmək yığıram. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdım milimin üstüne. Buradan da kəsirəm. Burada indi mən rezinka toxuyan deyiləm. Kim istəyir rezinka da toxuya bilər. Ürəyi necə istəyir elə. Mən də burada düz üzüdür bura. Birinci ilməni toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxuyuram ilməkləri. Axırıncını da tərs toxudum. İndi tərs üzündən də bütün ilməkləri yenə hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncında yenə tərs toxudum. İndi buradan birinci 2 ilmək, kənar ilmək, bir də buradan 2 ilməyi tərs toxudum. 3 ilmək. Bir artırma eləyirəm. 2 ilməkdən 1 ilmək çıxardım. İndi arada 1, 2, 3, 4 ilmək toxudum. Yenə bir artırdım. 2 ilməkdən 1 ilmək çıxardım. Yenə 4 ilmək toxuyuram. 1, 2, 3, 4. Yenə birini artırdım. Buradan 2 ilməkdən yenə 1 ilmək çıxardım. Kənarda da yenə 1, 2, 3 ilmək. Tərs. İndi tərs üzündən kənarı götürürəm. 2 ilməyi düz toxudum. Bu 2 ilməyi kəsdiyim ilməklə bu ilməyi
İkisini bir yerdə, ikisini tərs toxuyuram. O yüzden düz idi onlar. İndi arada 2, 3, 4 tərs, düz. 4 düz, 2 tərs. Yine 4 düz, 2, 3, 4 düz, 2 tərs. Kenardaki 3 ilmeğini de yine ikisini düz toxudum. Bu kenar ilmeğini de ters toxudum. Böyle. İndi buranı düz üzündən kenarı yine götürdüm. 2 tersi toxudum. Bu ilmeği, artırdığım ilmeğin üstündeki ilmeği arka tərəfdən belə götürürəm. İlmənin üzünü dəyişirəm bu tərəfə. Yanındakini də. İkisini götürürəm. Artırmanı burada eləmirəm. Bu iki ilməkdən bir ilmək çıxardıram. Sonra artırmanı eləyirəm. Sonra yenə 1, 2, 3, 4 tərsi toxudum. Bu ilməkləri yenə özün dəyişirəm bu tərəfə. Yəni soldan sağa kəsirəm. Bu üzdən götürürəm buradan. İkisinin içindən bir ilmək çıxardıram. Sonra artırma eləyirəm. İlməklər sayında artma, əksilmə olmur. 4 tərsi yenə toxudum. Yenə bu ilməklərin üzünü dəyişdim. İndi bu yüzden buradan götürürəm. İkisinin içindən bir ilmek çıxardıb, sonra artırma eləyirəm. Kenardaki ilməkləri də tərs toxudum. Belə. İndi tərs üzdən yenə kənarı götürürəm. Tərsləri tərs, düzləri də düz. Arada 4 düz olur, 2 tərs. İki düzü toxudum, kənar ilməyində tərs toxudum. İndi bir sırada yenə toxuyuram. İndi yenə birinci sırada necə başlamışdıqsa, burada da elə. Yəni tərs kənarı götürdüm, 2 tərsi toxudum. İndi artırmanı birinci eləyirəm. Bu tərəfə sola doğru kəsirəm. Bir sırada əvvəl artırıb sonra kəsirəm. O ikinci sırada əvvəl ilməkləri kəsirəm, sonra artırıram. Bu boşluqlar birində bu tərəfə düşür, birində bu tərəfə. Bu ilməkləri də çevirəndə bu zigzag kimi alınır. Yenə 4 tərsi toxuyuram. Burada artırma eləyirəm, sonra kəsirəm. Sonra kənardakı 3 ilməni tərs toxuyuram. Tərs üzündən yenə tərsi tərs, düzü də düz. Kənarı götürürəm. Qalan ilməkləri, düzləri düz, tərsləri də tərs toxuyuram. Kenardaki ilmeği de yine ters dokudum. Böyle. İndi burada yine bu ilmeklerin üzün çeviririk bu tarafa. Evvel kesirik, sonra artırma edirik. Qoy bir sırada toxuyum, qoy görünsün. Tersi götürdüm, kenarı götürdüm, 2 ters.
Bu ilməkləri indi bu boşluq olanla bu biz düz ilməkləri da arxa tərəfdən götürürəm belə, özüm bu tərəfə çevirirəm, sola tərəf. Sonra bu iki ilməyin içindən bu tərəfdən keçirdirəm. İkisindən bir ilmək eləyib sonra artırma eləyirəm. Yenə bu aradakı 4 tərsi toxuyuram. Yenə bu düz ilməkləri arxadan götürürəm belə. Buradan. Sonra ikisini bu üzdən keçirdirəm mili. Toxudum, sonra artırma elədim. Yenə aradakı 4 ilməni toxuyuram tərs. Buradakı ilməkləri də yenə çevirirəm. Bu üzündən götürürəm. 2 ilməkdən birini çıxardım. Bir artırma elədim. Yanındakiləri də tərs toxudum. Belə arxa tərəfdən yenə tərsi tərs, düzü də düz. Kənarı götürdüm. Kənar ilməni kim istəyir düz toxusun, kim istəyir tərs. Onun fərqi yoxdur. Arxa tərəfdən də tərsi tərs, düzü də düz. Kənarda tərs toxudum. Belə bu formada bir naxış alınır. Biraz toxuyandan sonra görünür naxışlar. Bu formada. Əvvəl toxuduğumdur, bu da indi toxuduğum. Sağ olun. Gələn videomda görüşənə qədər.